Verilən bazası cədvəlinə əsasən şöbəsi maliyyə olmayanları seçirəm. Özdə ID-lər lazımdır. ID-lərinə əsasən seçəcəm. Şöbəsi maliyyə olmayanları. Şöbəsi maliyyə olmayanlar 1011-dir, 1023, 1024 və 1026-dır. Bunu ənd edəcəm. Nə ilə? Burada bir birləşmə var. Vəzifə sonu olandan əmək haqqısı 2000-dən böyük olanları birləşdirməliyəm. Vəzifə sonu olan 1011 var, menecerdir. 1024 var, menecerdir. 2 dənədir. Və əmək haqqısı 2000-dən böyük olan. 2000-dən böyük olan 1023 var. 2000-dən böyük olan bir də 1032 var. Bax, indi gətirib əndi yazacağım ənddən sonraya bu birləşməni. 1011, 1024, 1023 və 1032. İndi bunların əndini tapmalıyam, ortaq olanlarını tapmalıyam. Ortaqları 1011-dir, 1023-dür və 1024-dür. Onda doğru cavab olacaq 1011, 1023 və 1024.